Amerika Birləşmiş Ştatlarının Konqresi əməkdaşlarına WhatsApp-dan istifadəni qadağan edib. Financial Times nəşri bu barədə qanunverici orqanın daxili sənədinə istinadla məlumat yayıb. Bildirilib ki, Amerika Konqresinin Nümayəndələr Palatası əməkdaşlarına şəxsi həyatın toxunulmazlığı ilə bağlı narahatlıqlara görə Meta şirkətinə məxsus WhatsApp messenjerindən istifadə etməməyi tapşırıb. Məlumata görə, iyunun 30-dan etibarən Nümayəndələr Palatasının notebooklarına və mobil cihazlarına WhatsApp yükləmək qadağan edilib və artıq mövcud olan bu proqramı silmək tələb olunub. Qərar istifadəçi məlumatlarının qorunmasında qeyri-şəffaflıq, saxlanılan məlumatların şifrələnməməsi və WhatsApp tətbiqindən istifadə ilə bağlı potensial təhlükəsizlik riskləri səbəbindən qəbul edilib. Meta şirkəti isə öz növbəsində WhatsApp mesajlarının tam olaraq şifrələndiyini və bu səbəbdən onların nə şirkət, nə də üçüncü şəxslər tərəfindən oxunmasının mümkün olmadığını bildirib. Şirkət nümayəndələrinin sözlərinə görə WhatsApp messenjeri Nümayəndələr Palatası tərəfindən təsdiqlənən siyahıdakı tətbiqlərin əksəriyyətindən daha təhlükəsizdir. Qeyd edək ki, Amerika Konqresinin Nümayəndələr Palatasının istifadəsinə icazə verdiyi tətbiqlərin siyahısına Microsoft Teams, Signal, iMessage, FaceTime və Vicker daxildir.